Dünən hamı bilir ki, ayın 4'ü Fuad Tarverdi ilə Elnur Süleymanovun döyüşü keçirildi Bernaklda və düzdür, o döyüşdə Fuadın haqqına girdilər. Ancaq mən bu barədə danışmaq istəmirəm. Bu sadəcə hamısı bu materialda var. Tarverdi, and in 3, ensured my pro boxing career term. I believe that I will. Black acknowledged by Brian Miner. Gary Lane here, round number 1. There's the duck under. Or down to the body, and the right hook goes Tarverdi. He's still getting hit. Playfulness. Yaxşı Fuad! Və biz onu bir həftəyə 10 günə və bizim kanalda Motivasiya Sportçuda biz onu efirə verəcəyik. Sadəcə danışmaq istəyirəm ki, bu bizim o idmançı mentalitetdən və idmançı düşüncələrindən ki, idmançımız vuruşur, ancaq ki, onun döyüş əvvəli paylaşan, dəstəkləyən, paylaşırlar kimləri? Məsələn, dünən Fuad Tarverdi burada Bernaklda saytlar, səhifələr hamısı partladıp da çıxdı, intervyular, insanlar hansı şəkil çəkdirirlər Fuadla. Biz oturduğumuz yerdə nə qədər insan yaxınlaşdı Fuada. Orada Conor McGregor gəldi bizlə görüşdü şəxsən. La familia! La familia! Conor McGregor hansısa bir bloger, hansısa bir model, hansısa bir nə bilim, hansısa bir insan o Conor'la paylaşım etsəydi, indi o 100 minlərlə, 200 minlərlə bütün saytlarda götürüb onu paylaşacaqdı. Yəni aydın məsələdir, deyirlər Azərbaycanski. Ancaq bizim idmançımız, fəxrimiz hansı ki, Conor özü gəlir bu insanlarla görüşür. Yəni paylaşımlar yenə də paylaşmışıq, dostlar paylaşıb, ancaq həmin o effekt yoxdur. Ancaq bizim Azərbaycanlı saytlar, yaxud da press hansı ki, ümumiyyətlə bu sosial şəbəkədə olan insanlar bizim kimi heç biri bir-iki nəfərdən başqa, bir-iki dənə şirkətdən başqa, bir-iki kanaldan başqa heç nə paylaşmadılar. Yaxşı onu başa düşdüm. Döyüşdə uduzdu. O bəzi paxıl idmançılardan söhbət gedir. Hansı ki, döyüşü uduzub. Döyüşdən sonra ən azından o insan yazar ki, qardaş, eyb yoxdur da, bir ürək dirək vermək söhbəti var da. Bu məni çox həqiqətən çox belə düşündürür. Mənə deyirdilər ki, bizim idmançılarımızda o təəssüflər olsun ki, o paxıllıq hissi var. Hansı ki, o düzəltmək olmur. Mən nə qədər çalışıram, nə qədər əlləşirəm ki, bu birliyi yaradım. Ancaq ki, çox təəssüf olsun ki, o məndə alınmır. Alınmır necə? Elə ki, bu bizim suyumuzda var, neyimizdə var. Arkadaş, suyun pisdirsə, inline su filtrindən ya Sintra su şirkətindən alıbları suyunu dəyişə bilərsən. Ona görə, bax, adama həqiqətən çox təsir göstərir ki, Bernakl kimi turnirə gələsən, düzdür, Elnur Süleymanov qələbə qazandı nokautla. Knuckle up from the Bulgarian referee, Radoslav Petrov. Fighting, nature of bare knuckle fighting, and this stepping right hand for the fighter from Azerbaijan, Elnur Süleymanov. That is it! A rapid fire finish at the start of round number 2 and victory. Ancaq ki, Fuad, hamı bilir ki, Fuadın haqqına girdilər. Ən azından bir çək paylaş, bir fikir və bildir. Bu, özün də idmançısan, özün də bilirsən ki, bu nə qədər əziyyətlidir və nə qədər insana təsir göstərir ki, o götürüb o paylaşmayanda, eləməyəndə də. Çünki Instagram sosial şəbəkə elə bir şeydir ki, istərsən o insana bir motivasiya verir paylaşılanda. Sən özün də idmançısan, sən də özün döyüşlərin olanda oturub baxırsan kim səni paylaşdı, kim səni paylaşmadı. Sonra da gəlib mənə danışırsan ki, qardaş gördün də, məni paylaşmadılar, filan kəs məni paylaşmadı. Sən özün də paylaşmırsan. Bax, Fuad elə bir idmançıdır ki, mən onu özüm izləyirəm. Kim hansı yarışa gedir, kim hansı yarışdan gəlir, o ulduzda o insan onu dəstəkləyir. Biz niyə beləyik? Başqa ölkələr hamıda bax, bu yumruq var, bu birlik var, ancaq bizdə yox. Sonra da deyir ki, biz belə idmanımız belə inkişaf eləsin, idmanımız bu işi görsün. Amma biz idmançılar birimizə dəstək olmuruqsa, heç vaxt bizə kimsə dəstək olmayacaq. Məsələn, Fuad buraya gələr. Bax, bu insanın bir dənə zəhmət olmasa, bax onun üzrə. Dünənləri 5 raund döyüşüb, 5 raund döyüşüb, özdə bütün organizasiya, bütün idmançılar Fuadla fəxr eləyiblər. Bizim Azərbaycanlı iş adamları gəldi burada Fuadla görüşdülər. İndi də birazdan inşallah yenə gələcəklər. Birimizin biraz qədrini bilək, birbirimizə biraz necə deyirlər, o poddeşka olaq da ən azından. Yəni sözlə yox, ancaq hərəkətlə. İnşallah yaxşı olar. Mən bütün bu sözlərimi bütün idmançılara şamil eləmirəm, çünki paylaşanlar da oldu. Mən ola bilər kimisə işi çıxıb, yəni vaxtı olmayıb, ancaq ki o insan ki baxıb, görüb və paylaşmayıb o içində o paxıllıq hissi olan insanlara deyirəm ki, paxıl olmuyor. İnşallah ki yaxşı olacaq. Biz sizi ancaq paylaşacaq. Sağ olun.